Salam dostlar, mən sizə demişdim də, bu Vyetnamın İçan şəhərində ən gözəl otağı və ən ucuz otağı, ən bahalı otelde göstərəcəm. Otelin adı Panoramadır. Gedək dostlar. Oteldən çıxan kimi taksilər sizi gözləyir, onu sizə deyim. Və dənizə çıxır. Yəni qalxaq və sizə qış. Otelin girişi tepesine. Otelin girişinde her şey var. Yani otelden sonra çıkmayarak istediğiniz şeyi burada elde edebilirsiniz. Gelin tez gidelim çünkü video büyük olmasın. Anh chị nói cái tầng 35 thôi nhé. Chị biết tầng 35 không? Vẫn của em tầng 33. 33 rồi. Hello. Em đi đâu đấy? Em đi đâu đấy? Em đi Juni à? Ở đâu ấy nhỉ? Otel 49 mərtəbədən ibarətdir, onu sizə deyim. Biz 12-ci mərtəbədə ən ucuz gedirik otağa baxmağa indi. Və sonra ən bahalı və sonra baseyn olan otağa gedirik və hamısına. Okay, let's go. Uşaqlar, demək otaqda burada nədən ibarətdir? Lift də işləyir kartla və otaqlar da kartla girişləndir. Bunları sizə deyim. Gəldiniz, yaxınlaşdırdınız, qapı açıldı, düzdür, keçirsiniz içəriyə. Gəlin, mən sizi belə göstəreyim. Tez və asan. Baxdınız, hər şey açılır. Otağa girdiniz. Bu otağın içində nə var? Bunlar var. Qab-qacaq. Yəni bunların hamısı pulsuzdur. Mikrovolnovkadır. Hamamıdır. Hamamdan yatağa da baxa bilirsiniz. Bu otağın qiyməti 18 dollardan başlayır. Otaq çox təmizdir, onu sizə deyim. Bu 2 nəfərlik otaqdır və qiyməti 2 nəfər üçün nəzərdə tutulub. Hər şey var. Seyf, hər şey, fanar belə. Əgər bir hal baş verərsə, qaçmaq olsun, nə bilim, nəsə gəlirsə və ətrafı göstərin. Bu sizin balkondur. Yəni yataqdan rahat şəkildə uzanıb, dincəlib, yataqdan çıxıb, məsələn, gözəl burada çayınızı, kofenizi, hər şeyinizi içə bilir və dənizə baxa bilərsiniz. Dənizə sıfır yəni. Bu ən ucuz otaqdır. Qiyməti 18 dollardır. 2 nəfərlik. Gəlin gedək indi başqa otağı sizə göstəreyim. Və başqa mərtəbədə. Bunu gördük dostlar. Bu 18 dollara olan otaq. Mən bu otelin bütün ən bahalı otağına kim göstərib ki, hovuzlarına qədər hamısını göstərəcəm. Getdik. Yenə çıxdınız, kartınızı əlinizə alırsınız. Və salam. Ətraf belə uşaqlar, baxın ətrafa. Hamısı çox səlqəli və çox təmizdir, həddindən artıq. İndi gedəyim başqa otağı görməyə. Next room. Gedək dostlar, liftlərə baxın.
Yani lifler çok hakkından artıq təmizdir. Hamısı ətrafa da baxa bilərsiniz. Yenə deyirəm, burada gəldiyiniz zaman oteldə hər şey sizin əlinizdəki kartda, yəni ibarət. Kart olmadan burada heç bir şey edə bilmirsiniz. Nə liftə daxil ola bilirsiniz, nə otaqlara daxil ola bilirsiniz, heç bir şey. Amma yenə deyərdim, çox təmiz, həddindən artıq çox təmiz bir oteldir. Yəni hər büdcəyə uyğun var. 18 dollardan başlayır, 120 dollara qədər. İndi isə gedirik orta qiymət olan otağa baxmağa. Təbii ki, sizə görə gəldim, otelin sahibindən icazə aldım. İnşallah icazə verər. Yəni çox sayda turist qaldığına görə liftlər sanitdir. Gedək görək hansı otağa qalxır. İndi isə 23-cü mərtəbəyə qalxırıq, dostlar, baxa bilərsiniz. Üç cür baseyn var. Ən son mərtəbədə olan baseyn var və orta mərtəbədə olan baseyn var. No? Səhv saldı. Olsun, fərq eləməz. Mərtəbənin səhv saldı. Onsuz da mərtəbələr burada yazılır. Məsələn, A23 və yaxud da A28 və yaxud da A29. Bu mərtəbələrin 23, yəni 23-cü mərtəbə qalanında sizin otağın nömrəsi opsi yazılır bura. Uşaqlar, yenə deyirəm, bu otelə gəlsəniz əgər ki, dənizə 0, mərkəzə 0, hər yerə 0, yəni çox yaxındır. Onu sizə deyim. Çox yaxındır. Bütün mərtəbələrə çox yaxındır. Bütün hər yerə çox yaxındır. Çox üzr istəyirəm. Fikrim dağılır çünki o qədər liftlə ora-bura qaçırır və yaxud. Çünki otel sahibindən icazə almaq, yəni yəqin ki, siz bu qədər əziyyətini dəyərləndirərsiniz. Xanım çox sağ olsun. Bir saatdır mənə köməklik edir həqiqətən. Ona təşəkkür edirəm. Yenə deyirəm, biz burada ən ucuz otağı qiymətini və orta qiyməti olan otağı ki göstərəcəyik və ən bahalı 23-cü mərtəbədəymiş. 23.07 23.07 Demək 23 çıxdınız məsələn 23.03 23.04 23.05 23.07 Bu isə orta qiyməti olan otaqdır. Buranın isə panoraması dostlar hər açılır. Yenə eyni otaqdır, eyni yəni otağa daxil olduğunuz, yəni yenə bu tərəfdən də şüşədir, balkondur. Amma otağa daxil olduğunuz yenə eyni şey. Xalaceynik var, minibarı var, mikrovalnovkası var. Yenə eyni otaqdır. Sadəcə bura necə deyərdim sizə, divan biraz böyükdür burada, otaq biraz genişdir və buranın panoraması açılır hara? Təbii ki, dağa. Gəlinsə buranı görsədim. Çox güclü küləyi var. Burada şəhər mərkəzi göstərir. Görürsünüz də yəqin ki, binaların çoxunun üzərində hovuz olduğunu. İndi isə gedək başqa otağa baxaq dostlar. Ən bahalı otağa. Bir dəqiqə buranı bağlayayım. Çox güclü küləyi var. Yəni heç bir şey deyil. Gedək dostlar. İndi isə gedək ən bahalı otağa. Yəni bu otağın qiyməsi isə 30 dollardan başlayır. Dənizə olan tərəf 50 dollarla. Yəni belə ya bu tərəfi seçə bilərsiniz və yaxud o tərəfə. 23.15 bu tərəfdəymiş. Gedək. Bu isə ən bahalı otaq olmalıdır. 23.15 demək 23.16 23.15 burada.
Aha, geldik. 23-15 olan otağa. Kartı taktık. Buranın hamam, tuvaleti. Buranın vanası da var, jacuzzi da var. Çok büyüktür. Burada dincələrək. Bura həddindən artıq böyük bir otaqdır. Mən deyərdim ki, otaqların hamısı bir-birinə oxşayır, amma hamısının özünə görə panoraması var. Yəni mən belə deyərdim sizə. Gəlin sizə tam aydın şəkildə göstərim. Açaq buraları. Gəlin sizə belə çəkim. Bu ən bahalı otaqlarıdır. 5 nəfərlik olan otaqlar da var. Sadəcə bu otağın, yəni məsələ deyək, burada da bir kravat var. Yəni buranın panoraması belədir dostlar. Yəni axıra kimi açılır bura. Sona qədər açılır. Yəni dincəlib, yatıb, durub burada qəhvənizi içib, dənizə baxıb buranın keyfini çıxarda bilərsiniz. Və yenə deyim, bu otağın qiyməti 100 dollardan başlayır. 120 dollar, 80, 100, 120 dollar endirimlə olur. Bu ən bahalı otaqlardır. Ən bahalı otağı isə buradır. Dənizə yenə deyirəm, sıfır, bütün otellərin üzərində hovuzları var. Bu gördüyünüz hamısı oteldir. Bu dəniz qırağı sona qədər belə gedir. Onu isə deyim, gəlirsə lap yaxından göstəreyim. Yəni burada istədiyiniz bütçəyə uyğun otel, otaq tapa bilərsiniz. Buranı bağlayaq dostlar. Necə açmışıq, elə də bağlayaq. Mən yenə deyirəm, çox əziyyət çəkdim həqiqətən buranın sahibi ilə danışmağa, razılaşmağa, sağ olsunlar. Əllərindən gələn kömək elədilər. Bu otağı sizə bir daha belə göstərdim. Girdiniz, çox böyük otaqdır. Bu otaq 80-100-120 arasıdır. 80-100-120 arası. Ən bahalı otaqları budur dostlar. Mən sizə burada ən bahalı otelin ən ucuz və ən bahalı otaqlarını və orta qiyməti olan otağını göstərdim. 6-cı mərtəbəyə enirik. Biz məncə ortadakı qalxırıq. Enirik hovuzu olan mərtəbəyə və sonra ən yuxarı mərtəbədəki olan hovuzu olan mərtəbəyə qalxacağıq məncə. İndi görə bizə xanım hansını göstərəcək. Baxaq görək hansı mərtəbəyə gedəcəyik. Bura gələn turistlər yenə deyirəm, bu ruslar, Qazaxstanlılar, Avropadan gələnlər və Amerikalı turistlərdir. Çox sadəlik var, amma ki hovuza qalxmaq üçün yenə deyirəm, hovuz çox lip qalxmır hovuza və oradan da çox istifadə edirlər, ona görə biraz. Bura şeydir dostlar, sport zaldır bura. Bura sport zaldır. Gəlin baxaq. Burası sport zaldır, yəni burada sportla da məşğul ola bilərsiniz. Yəni xanımlar üçün açılmadı, amma sizə belə göstərərəm. Xanımlar üçün. Sport zalı belə var. Pis. Gedək dostlar, baxaq görək başqa nə var burada. Bu videoda belə çatdırmasaq, yəni çox uzun olmasın, 30 dəqiqəni keçməsin. Uşaqlar gəldik, sonunda gəlirik, gəldik dostlar. Nə edirik burada uşaqlar? Bu 6-cı mərtəbədə olan hovuzdur. Bu 6-cı mərtəbədə olan hovuzdur. Burada nə var? Bar var. Təbii ki, açıq havada dincələ bilirsiniz. Rahat bir şəkildə.
6-cı mərtəbədə olan gəlib burada oturub çörək də yeyə bilərsiniz. Başqa yerlərdən aldığınız şeyləri də bura gətirə bilərsiniz. Özünüz burada yeyə bilərsiniz, dincələ bilərsiniz. Əylənə bilərsiniz, hamısını deyərdim sizə. Yəni sırf açılır. Bunun altı isə şüşədir uşaqlar. Buranın altı şüşədir. Aşağı baxırsınız. Gəlimsə belə göstərdim buranı. 2 saniyəlik. Gəlin buradan sizin üçün çəkim. İnsanları çəkməyək. Tez bazar çəkim buradan sizə. Belədir dostlar, bilin. Gedək indi başqa yerləri çəkim. Gedək başqa, baxım görək, başqa nə var. Ən üst mərtəbədəkinə çatdırmasaq olsun, problem deyil. Buranı çəkdim dostlar. Yəni burada istədiyiniz kimi istifadə edə bilərsiniz hər şeyi. Burada şey var, spa var. Hello. Burada şey var, spa da var. Burada dostlar gələ bilərsiniz. Yəni burada da dincələ bilərsiniz. Qızlarsa köməklik edəcək. Spa təbii ki o tərəfdədir. Gedirsiniz. Çox rahat dincələ bilərsiniz. Dostlar, nə edirik? İkinci səni çəkirəm çünki ən maraqlısı buradır. Ən hündürdə və ən yuxarı mərtəbəsində olan restoran və hovuzunu bu otelin. Gedək. Liftdən çıxdınız dostlar. Liftdən çıxırsınız təbii ki sizinlə qarşılayır. Hovuz. Və 45 dərəcə onu sədiyim. Ətraf belədir yəni. Ətrafı görün dostlar. Və bu hovuz binanın bütün yəni qurub əhatə edir. Sorry. Yəni ətrafı tam şəkildə görürsünüz. Bu hovuz demək olar ki, binanı tam əhatə edir. Yəni içimi ətrafa baxırsınız və bunu əldə eləmək üçün nə edirsiniz? 18 dollardan otelə gəlib burada dincəlirsiniz. Yəni burada restoranları da var, kafe də var, hər şey də var. Neyini dostlar? Ətrafı sizə göstərirəm. Açıq restorandır, yəni heç bir şey gizlətmirlər. Gəlib dincəlin, ətrafa baxın. Mən sizin üçün binanı tam hovuzu fırlanıram ki baxasınız. Sizin üçün tam şəkildə çəkirəm uşaqlar. Və bura alt şüşəli, yəni alt şüşəli gedib oradan baxımında da baxa bilərsiniz. Ətrafı siz çəkir. Gördüyünüz güzel sonuna kadar gelir. Etraf çok güzel. Çok rahat şekilde gelip burada dincələ bilərsiniz. Qabaqda gördüyünüz isə dizlərdən. Və bu gəmilər də görürsünüz, bu gəmilər. Adalar çox. Gəlin dincəlin dostlar, ətrafı gəlin dincəlin. Dincəlin burada, əylənin burada. Sizə buraları göstərdim mən dostlar. Necə göstərəcəm bir dəqiqə baxın. Belə imkan yarada bilirəm özümə. Görürsünüz, burada da var dəniz. Yəni bura bir-iki yarımadadır. Gedək dostlar, gedək. Həm buradan çıxa bilərim yuxarı. Çıxa görə yuxarıda nə var? Gəlinsə ən üst mərtəbəyə də baxaq bura. Görə burada sadəcə tikiliş gedir. Gəlinsə buranı görsün. Burada bar eləyəcəklər. Təbii ki, mən sadəcə biraz turistlərdən uzaqlaşdım. Yəni gecə burada işıqlar falan filan, diska, yəni dağılır uşaqlar. Sizə deyərdim ki, 18 dollara gəlib burada gözəl şəkildə istirahət edə bilərsiniz. Otaqların qiyməti 18 dollardan başlayır. 2
İkinci sənsin üçün çəkirəm dostlar. Gəlin biraz yaxına gedək. Həqiqətən çox gözəldir. Hər kəsə məsləhət görərəm. Yenə deyirəm, iPhone telefonumu itirmişəm dostlar. Ona görə sizə gözəl çəkilişlər rahat edə bilmirəm. Bu dostumun telefonunu götürmüşəm. Olsun. Əgər kimsə köməklik etsə, bir telefon mənə, iPhone hansısa bir şirkət olsun və yaxud da sizin dəstəyinizlə bir telefon alıbsa gözəl bir şeylər çəkmək istəyərdim həqiqətən. Belə dostlar, Ninirik 18 dollardan başlar. Otaqların qiyməti dənizə 0 məsafə. Ən bahalı otaq 120 dollardır. Gəlirsiniz, dincəlirsiniz, əylənirsiniz. Çox rahat şəkildə.